Ağcabədi rayonunun Poladlı kənd tam orta məktəbinin direktoru Əfiqə Mustafayovanın oğlu həbs olunub. Direktorun oğlu Zakir Mustafazadə dələduzluqda ittiham olunub. Zakir Mustafazadə 3 nəfər tanışından onları anasının direktor olduğu məktəbə işə düzəldəcəyini vəd edib. Həmin şəxslərdən 5000 manat məbləğində pul alıb. Vədə əsasən həmin şəxsləri məktəbdə müəllim kimi işə düzəldəcəkmiş. Təqsirləndirilən Mustafazadə başqa bir qohumuna qarşı da dələduzluq eləyərək onun 13.000 manatlıq xırda buynuzlu heyvanlarını baha qiymətə satacağı vədi ilə alıb. Həmin heyvanları sataraq pulu ələ keçirib. İstintaq zamanı müəyyən olunub ki, Zakir Mustafazadənin zərər çəkmiş şəxslərə vurduğu ümumi ziyan 31.700 manatdır. Mustafazadənin ailəsi həmin zərərdən 14.700 manatı ödəyib. Zakir Mustafazadə ifadəsində deyib ki, zərər çəkmiş kimi tanınan şəxslərdən pulu onları işə düzəltmək üçün yox, borc kimi alıb. O, azadlığa buraxılacağı təqdirdə zərərin qalan hissəsinin ödənilməsinə çalışacağını bildirib. Məhkəmədə Zakirin direktor anası da şahid qismində ifadə verib. Bildirib ki, bir müddət əvvəl oğlu avtomobil qəzası keçirdiyi üçün borcları yaranıb. Həmin şəxslərdən də pulu borclarını qaytarmaq üçün alıb. Törətdiyi əməllərə görə 26 yaşlı Zakir 2 il 9 ay müddətinə azadlıqdan məhrum olunub.